Deyirsən ki, ölüləri çağırmaq olmaz. Deyir, vasitəçi tuturam. Vasitəni inkar edirsən, deyir. Fikir ver. Belə deyirlər, belə deyirlər. Mən ayə gətirirəm sənin üçün. Hə, deyirsən ki, hansı vasitə? Ölülərlə vasitə bəli inkar olunur. Ölü vasitə deyil. Deyir, bəs Peyğəmbərin vaxtında gəlib sahabələr deyirdilər ki, məsələn, ya Rasulallah, belə-belə, bizə dua elə. Eləmirdi. Cavab, bunun bura nə dəxli var? Peyğəmbərimiz diri idi və dua etməyə qadir idi. Bu, sən dediyin, bu çağırdığın, bu ölüdür, qadir də deyil. Vəssalam. Ölüdür, qadir deyil. Diri olsaydı, istəsəydin qadir olsaydı, şirk olmayacaqdı. Yəni, ölü ilə dirini ayıra bilmirsən, ölü ilə dirini ayıra bilmirlər. Hətta bəziləri deyirdi ki, iddia edirdi ki, mən dəfələrlə söhbət eləmişəm, biri iddia edir ki, İmam Hüseyin ölməyib. Ölməyib. Yəni, hələn bu dünya ilə əlaqəsi var. Yəni, biz də istəyirik. Sağlığında istəmək olardı. Təsəvvür edirsən, axı. Necə ölməyib? Biri iddia edir ki, olub bu. Söhbət əsnasında belə iddia ediblər. Peyğəmbər sallallahu aleyhi və səlləmlə niyə istəmək olmaz ki? Ölməyib, sağdır. Necə sağdır? Ayəni deyir. وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَب۪يلِ اللّٰهِ اَمْوَاتٍ بَلْ اَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ. Əhyədirlər, diridirlər. Allah yanında rozilənirlər. Deyirsən ki, başa düşmədim, qardaşım. Peyğəmbər sallallahu aleyhi və səlləm öldü, dəfin. Bunlar heç bir olmadı ki, ağlayanlar, bu hadisə. Yəni, yuyub aparıb dəfin etmədilər Peyğəmbərimizi. Deyir, olub. Deməli də olub. Yəni, 63 yaşında vəfat etdi də, öldü. Deyirsən, sağdır. Hansı ölməkdən gelir? Yəni, bu öldü, deyir, hə, ölüb. Bastırıblar, hə, torpağın altdadır, deyir, hə. Ha, ölüb də. Ölüb də bu. Peyğəmbərimiz ölüb. Hə, nə demək istəyirsən indi sən? O bayaq deyirdi, nə sağdır? Hansı ölüm, hansı sağdan gedir söhbət? Subhanallah, mahiyyətinə varmayıb. İndə Allah sözünü Allah yanında sağdır. Bu dünyaya aid eləyib. Necə ki, deyir, sağlığında istəyir. Sağlığında sağ idi ona görə. Sağ idi. Cəsədi, ruhu, bədən ölməmişdi. İndi İndə Allah yanında sağdır. Bizlə əlaqəsi Allah yanında qeybi aləmdir. Necə sağdır, nə edirlər? Özdə deyir, ruzinəlirlər, yurzaqun. Deyir ki, ayədə, bəl əhyəun ində rabbihim yurzaqun. Ruzilənirlər, yarzuqun yox, ruzi verirlər yox, yurzaqun, ruzilənirlər. Nə deməkdir? Fəthə damma. Fəthə ilə oxusan, yarzuqun. Allah yanında sağdırlar, ruzi verirlər. Acayib istəyirsən də, ruzi verirlər də. Yurzaqun oxusan, sağdırlar, özlərinin ehtiyacı var ruziyə. Kimsə tərəfindən ruzilənirlər, Allah. Ayədə yurzaqundur. Miskin səni kimdən istəyirsən, ruzi deyib istəyirsən. Özü ruzilənir onu. Özün ehtiyacı var. Tövhid əhli bunu bilir. Müşriklər bunu bilmirlər. Şirk edənlər. Gəlib deyirsən ki, sağdır. Axı, vallahi belə söhbət eləmişik. Sağdır. Diyorlar, sağdır. Bəs cəmaat bu 14 əsr. Gedək soruşa görə şiə haqdır, sünnü. Qutarsın, söhbət həll eləsin də. Dizi ölüb. Ölüdə istəyərlər. Yəni, dedizdirirsən ona ölüb. Desin ki, ölüb. Meyyid. İnnəkə meyyitun və innəhum ayədir. Meyyitun. Onlar da ölüdülər. Sən də öləcəksən, onlar da. Ayət isbat edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ölüb. Allah subhanahu və teala qalmağı heç kimə yazmayıb, Allah yaxı. Yazmayıb heç kimə. Belə bir insan olmayacaq həyatda qalsın. Olmayıb, yazmayıb heç kimə. Fəna olacaq hamısı, yox olacaq. İndi sən də ölüdən istəyirsən. Bundan əlavə, bəzi insanlara deyirsən, bəzi insanlara deyəndə Allahdan istə. Allahdan istə. Qəlbi birtəhər olur. Birtəhər olur, Necə birtəhər olur? Sıxılır. Qardaşım, Allahdan hər şey əlində olan kimdir? Xəzinə kim? Mülk
Kiminə? Hər şeyə qadir olan kimdir? Deyirəm ondan istə də. Nə problem var ki? Bu deyir, yox. Çerez istə. Çerez nə edirsən ki? Allah Taala deyir ki: "Və qala rabbukum ud'uni əstəcib lakum." Məni çağırın. Nə deyirsən bu ayəyə? Bir nəfər gəlsin, bu ayəyə cavab versin. Məni çağırın, məni. Oxudum. Deyirəm, ya Allah, ırzıqni. Gəlib deyir, yox, sən deyir, xəta yol verdin. Çerez Hüseyni çağırmalıydın. Sən bəs ayə? Birindən soruşuram ki, Allahı birbaşa çağırmaq daha əfzəldir, daha üstündür. Yoxsa İmam Hüseynin vasitəsi ilə? Dedi, vallahi İmam Hüseynin vasitəsi ilə. Yəni İmam Hüseyni çağır, ona yalvar. İbadəti ona elə, o çatdıracaq Allaha. Bunlar nə edirlər? Bunlar. Yəni tayfa var. İmamlara ibadət edirlər, qardaşım, ibadət. Necə ibadət edirlər? Niyə ibadət edirlər ki? İbadət edirəm ki, sən dərdimi danışasan Allaha. Budur səbəb. Nə edir? Deyir, gedirəm İmam Hüseyni qurban kəsməyə. Eləmirlər? Yox daxı. Məşhədlərdə. Qurban nədir? İbadətdir. Ən əzəmət. Qan axıdırsan, sən qan axıdırsan. Kimin yolun? Allah'a axıtmalısan. Bu qanı Allah üçün. Zəbih. İnnə a'taynəkəl kəvsər. Fəsalli li rabbikə vənhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Namazdan sonra, yəni Rəbbin üçün namaz, qurban ayrısına, yəni Rəbbin üçün də qurban kəs. Aydındır, Rəbbin üçün namaz qıl, Allah üçün. Digər ayədə. Qul innə salati və nusuki və məhyaya və məmati lillahi. Lillahi Rabbil aləmin. De mənim namazım da, qurbanım da. Fikir ver. Qurban. Ölümüm, həyatım, hər bir şeyim Allahadır. Allah üçündür. Aləmlərin Rəbbi olan. Yəni Allah Taala öz peyğəmbərinə deyir ki, denən bunu sən. Qul innə salati və nusuki, qurbanım. Gəlib, bunlar ibadət edirlər. Deyəndə ki, fikir ver, eşitməmisiniz. Deyəndə ki, siz ibadət edirsiniz. Kim ibadət edir? Biz ibadət eləmirik ki. Biz Allah ibadət edirik. Bu elə bilir ki, qurban kəsməyə... Bəs qurban kəsmə nədir ki? Sən İmam Hüseynə yaxınlaşırsan, dillərində sözləri var vallahi. Sən İmam Hüseynə yaxınlaşırsan, ona yaxın olasan, ona yaxın olmaq üçün ona ibadət edirsən. Prosta hədəfin müstəqil deyil də. Yəni, axırda onsuz Allahdır. Əvvəlki müşriklər kimi, vallahi, aynən əxi. Belə sözdür, mən də dedim, qurban məsələsinə gələm. Yəni, indi izah edirəm əxi. Və yəqulunə, əvvəlkilər. Onlar deyirdilər, və yəqulunə həuləi şüfəaunə indəllah. Əvvəlki Peyğəmbərin vaxtında olan müşriklər ibadət edirdilər. Nə deyirdilər? Bunlar bizim Allah yanında şəfaətçilərimizdir. Onların sözüdür. Cahiliyyə vaxtında şirk edənlər ki var. Bunlar nə deyirlər? Vallahi eyni şeydir. Allah yanında şəfaətçilərimizdir də. İbadət edir ha. Nə edirlər? Kim həyatda bu saat həmin o tayfalardan birindən tut, fərdi olaraq. Deyəcək ki, hamısı bir ağızdan deyəcək ki, hədəf İmam Hüseyin deyil. Müstəqil bunu hədəf... Bunlar elə biliblər ki, müstəqil ibadət sayılır və insan müşrik onda olur. Sual. Yer üzündə beləsi var idi ki, Peyğəmbərin vaxtında olan müşriklər, Lata, Uzzaya ibadət edənlər, salihlərə belə idilər. Yox, amma müşrik idilər, yox. Sən demə. Bu nöqtəsi, bu yeri mühümdür ha. Yəni bunlar deyirlər ki, bizdə olanlar, müstəqil eləmirəm. Güya canlarını qurtarıblar. Öz aləmlərində. Mən ibadət eləmirəm ki, ona müstəqil. Yəni hədəf Allahdır. Allah çatmaqdır, yox. Və bunların aləmində şirk, müstəqil ibadət etsəm onda olur deyir. Yəni etiqad etsəm ki, İmam Hüseyin özü verir. Qadirdir. Bunu heç mi eləmir axı? İndi fikir ver. Sən deyirsən ki, qardaşım, bu yer üzündə başı belə adam yoxdur.
Özünə müsəlman desin. Müstəqil. Ən pisi kimlər idi? Peyğəmbərin zamanında, vaxtında olan müşriklər. Onlar barəsində Allah Taala deyir ki: "Və mə na'buduhum" Allah Subhanahu ve Teala deyir: "Və mə na'buduhum illə liyuqarribuna ilallahi zulfə." Bizim onlara ibadət etməyimiz yalnız bir şeyə görədir. Yəni müstəqil? Hə. Deyil. Bir şeyə görə. Nəyə görə? Allaha yaxınlaşdırsın deyə. Sizi kimi. Sizi kimi. Nədir fərqiniz? Denən mənə fərqi. Vallahi fərqi deyə bilməyəcəklər axı. Deyə bilməyəcəklər fərqi. Onlar belə sənin sözündür. Onlar deyir şəfaətçilərimizdir, sən də deyirsən şəfaətçilər. Nədir fərq? Niyə onlar da müstəqil ibadət eləmirdilər? Niyə onlar müşrik oldu? Sən olmadın. Niyə? Cavab yoxdur. Cavab bəzilər deyirlər ki, qurban ibadət deyil. Gətirirsən bütün ayələri ki, qurban ibadətdir. Bəzilər deyir ki, çağırırım da, çağırmaq ibadətdir ki, gətirirsən ki, Allahdan başqasını çağırmaq. Allah şirk adlandırıb. Qul innəmə əd'u rabbi və la uşriku bihi əhədə. De ki, mən yalnız Rəbbimi çağırıram və ona heç bir şeyi şərik qoşmuram. Yəni, başqasını çağırmaqla şərik qoşmuram. Allah deyir, şirkdir. Bunlar deyirlər ki, Vahabilər deyirlər ki, Allahdan başqasını çağırmaq şirkdir. Allah deyir. Yəni, Allahu ələm, vallahi qardaşlar, şübhələr, batildir hamısı. Sadəcə olaraq bəzi qardaşlarımızın gücü çatır, cavab verir. Bəzi qardaşlarımızın gücü çatmır, şübhə daxil olur. Ona görə elmdə gərək mütəməkkün olasan, rasix olasan. Nə deməkdir rasix? Möhkəm olasan. Möhkəm, bərk olasan. Və əl-muhim, xulasatul qol, sən cavab verə bilməsən də etiqad elə ki, cavabı var, səndə yoxdur. Bil ki, bunun cavabı var əhl-i sünnədə. Sən sadəcə olaraq bilmirsən. Aydın daxı, heç nədirlər, vallahi heç nə. Yəni, bu şeylərdir hamısı. Sənin əlində sultan, sənin əlində ayələr var, dəlillər var. Sən xoşbəxtsən. Onların əlində sevginin gücü. Sevginin gücü axı. Bəzilərində vurub bu güc. Dilinə çıxıb ki, mən müstəqil istəyirəm. Nə problemdir ki? Şəriki olsun da Allahın. Yəni, Allahın yanında bir dənə də Allah olanda nə olacaq ki? İnanırsan axı, belə insanlar var axı. Yəni, Allahın şəriki olanda nə olacaq ki? İmam Hüseyindir də. Ona görə vasitə qoşanlar müxtəlifdir. Biri gəlib deyir ki, Allah Taala deyir ki, Quranda ona yaxınlaşmaq üçün vasitə axtarın. Ən çox dediyi şübhələri budur. Maidə surəsində. وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَ Allaha tərəf ayədir. Allaha tərəf. Azər fikir verin. Onu izah eləyərsin inşallah bu nöqtəsi. Deyir ki, qardaşım, sən məndə vasitə axtarıb. Niyə inkar edirsən? Allah Quranda deyib ki, vasitə axtarın. وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَ Ona çatmaq üçün deyirsən ki, qardaşım, vasitə dediyi bildim. Ölülər haçandan vasitə oldu ki? Ölü nəyə vasitədir ki? Sən ölənləri çağırırsan axı. Deyir, bəs nədir bu ayə? Sən cavab verməyəsən axı. Yox. Sən denən. Deyirsən ki, Allaha nə yaxınlaşdırır? Qur'an, sünnə dəlalət edir ki, namaz insanı Allaha yaxınlaşdıran ən böyük əməldir. Oruc, sədəqə, valideynin qayğısında qalmaq, ona yaxınlaşmağa vasitə axtarır. De, vasitələrdir. İbadə, salih əməllər Allaha çatmaq üçün vasitədir. Ayənin mənası budur. Sən bunu çıxartmısan, nəinki çıxartmısan? Bunu inkar edirsən. Deyirsən ki, ölülərdir. Ölülərdir. Nə qoyub nə axtarsan ki sən? Aydın da, yəni bunlar, subhanallah, Allah bizi sabit eləsin. Qorxuludur.